Bəs cərəyan vuran şəxsə ilkin tibbi yardım necə göstərilməlidir? Həmin şəxsə toxunmamaq şərti ilə ona hər hansı bir taxta tutqacla onu həmin yerdən kənardan, yəni elektrik cərəyanından ayırmalıyıq. Əgər əlimizdə elektrik taxta tutqac yoxdursa, o zaman hər hansı bir quru bir geyim əşyası ilə xəstənin bədəninə, xəsarət alan bədəninə təmas etmədən kənarlaşdırırıq. Parça yoxdursa, hər hansı bir rezin əlcəklə və mütləqdir ki, ayağımız torpaqla təmasda olmamalıdır. Görünən odur ki, belə halların qarşısını almaq üçün təhlükəsizlik qaydalarına riayət etmək çox vacibdir. Elektrik təhlükəsizliyi ilə bağlı peşəkar yardım almaq, hadisə baş verdikdə ilkin tibbi yardımı düzgün göstərmək şərtdir. O torpağa bastırılma bildiyim qədərilə mifdir, çox da təsir olmuş. O vaxt biz bu barədə bir dəfə süjet hazırlamışdıq. Mütəxəssislər demişdi ki, yəni bununla bağlı bizim bildiyimiz şeylər əslində tam da həqiqət deyil. Belə bir şey eşitmişəm. Mən amma bir nəfər tanıyıram ki, sırf torpağa bastırıldığına görə xilas olur. Xilas olur. Yəni, bilməm, onun elmi əsası var, torpaq. Amma indi bir məsələ var da. Bədənindəki elektriki götürür də. Bir də o tutmaq məsələsi var, o da önəmli. O keçirir, bəli, sən toplumuş adam. Ona görə orada həkim qeyd edir ki... Yağış yağanda deməli yerin altından elektrik kabelləri gedirmiş. Xanımı tok vurdu, elektrik cərəyanı vurdu və yaxınlıqdakı kişi də ona kömək eləməkdən ötürü getdi, onu xilas eləməyə. Kişi öldü, xanım sağ qaldı. Bizim rayonların birində olmuşdu, bu yaxınlarda bilmir, yoxsa keçənli idimi, o adamı evdə oldu, deyəsən, bir qadını tok vurub, gəliblər köməyə, hovuzu nəsə şey eləyirmiş. Orada olan digərlərini də, köməyə gələnləri də vurub, tok, onlar da həyatını itirmişdi. Bəli, ötürücü var. Ona görə də ehtiyatlı olmaqda fayda var. Yəni, həqiqətən çox